Hörmətli tələbələr və rezidə həvəskarlarım, maraqlı bir sualla qarşınızdayıq. Bizə deyir ki, 4 üstü 5 və 3/4 üstü 5 ifadələrini müqayisə edin. Kəsrlərini müqayisə edin. Uşaqlar, biz birinci nəyi bilməliyik? Görürük ki, hər birinin qüvvəti 5-dir. Hər birini 5 dərəcədən qüvvətə qaldıracaq. Birinci bilməliyik ki, burada bunların qüvvətin nəyin qüvvətləridir də bunlar? 4 üstü 4-dür. Onların hansı böyükdür? Bu 4 üstü, bu 3/4-dür. Təbii 3/4 1/1 deməkdir. Bu 1 tamdır, bu isə 1 tam deyil, kəsrdir. Deməli, onun hansı böyük olacaq? Deməli, 3/4 böyük olacaq. O halda nə baş verir? O halda o baş verir ki, deməli, əgər bu ifadə böyüksə, qüvvəti də böyük olacaq. Bu 1 tam ondan neçədir? Axı bir var ki, elə bir sən fikirləşirsən, 1 tam %25-in qüvvətini tap, kvadratını tap məsələn, bir də tap 0,3-ün kvadratını. Birincisi daha böyük olacaq. Burada da bu kəsri böyük olduğuna görə bunun qüvvəti nə olacaq? Böyük olacaq. Cavab olacaq deməli nə? 3/4-ün üstü 5 böyükdür. Belə, video xoşunuza gəldisə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.